Məlumatım yoxdur, heç onunla bağlı mən heç nə demək istəmirəm, o adamın adını çəkmək belə istəmirəm. Bilmem Aynurə xanım, mən o adam haqqında heç mən onu tanımıram. Üstə 3-4 gün görmüşəm onu, heç mənə maraqlı da deyil. Melisa Zəfərli, neye bakın? Bir direktime çoxlu insanlar mesaj yazırlar. Baxa bilmirəm. Bir də çoxlarınızın mesajda burada görsənmir ürəklər. Neyse bu saniyede geçsin de etsin. Ay kart ne için değilse vallahi eli böyle koymuşum görüm ne bileyim hiç ne yok lazım değil yazmayın hiç ne. Allah kömeğiniz olsun. Allah değersiz eylemişsiniz yalanlar ne yazırım. Allah can sağlığı versin. Allah kömeğiniz olsun. Allah hiç gece mutlaka söylemesin inşallah. Bəli, ehtiyac var Məryəm. Mən o suallarınıza verilişdə cavab verəcəm. O verilişi izləyim, verilişdə danışım. Mən verilişli söhbətli, mən verilişdə də bu söhbət, burada da bu söhbət istəmirəm. Qardaş, mən bunu açmamışam. Burada boşanmağı, evlənməyi, kim evləndi, kim ayrıldı, kim onu müzakirə etmək üçün yox. Qoşmuşam ki, dəyərli insanlarımla söhbət edin, biraz eynim açılsın, fikrim dağılsın. Oy Allah. Biz də sizi xoş gördük, Mahruf. Salam, salam, salam. Feziş Bəri, teşekkür ederim. Hoş gördük səni. Necəsən can? Allah səni qorusun. Allah kömək olsun sənə. Bilməzidim dert verər, dərdimin dərmanları. Gün gələr. Firqe, salam qoy. Salam Deniz, salam, hoş gördük. Necəsən? Ölgeçmişəm. Fatimə Zəhra aşığı, xahiş edim. Canlı yayımızı dəfələrlə paylaşmayın, ürəyim. Salam Seyna, salam, salam. Teziş Bəri, teşekkür ederim. Çok sağ olun. Cibiniz dolu olsun. Necəsiniz? Keyfiniz, əhvalınız necədir? 2026-cı il sizə uğurlu, şərli olsun, xeyirli olsun inşallah. Yaxşı ki varsınız, yaxşı ki sizin kimi insanlar var. Kainat çok sağ olun. Firqe çok sağ olun. Salam zaman. Xeyr, xeyr, işte deyiləm. Salam, salam. Salam, salam, salam. Üzülü sahip. Çok bir insan karnım sancdı. Üzülü sahip. Soğukdan diye o da valla. Oturmuşum başın üstünde bayaqlı. İşte deyiləm, yok kaldığım yerdəyəm, həyətə çıxmışam. Gül, sən Allah kimin gözündəyəm mən? Mən o vaxtı sizin gözünüzdə olmağımı o vaxtı mənə sübut eləyərdiniz ki,
məni alladıb, adıma söhbət çıxardı, məni pis kimi qələmə verən zamanlar var idi, ev yarışında, təhsil vermə haqqında. Onda mən deyərdim, hə, Allah can sağlığı versin. Nə yaxşı, hə, mən tək deyiləm və mənim arxamda adam gəlib ATV-yə ki, bu cəmaət yetim uşağı nöşə alladınız, ay millət, ay ATV. Niyə Allah? Onda mən bilərdim ki, mən gözdəyəm, mən hörmətliyəm, mən izzətliyəm. Vallahi o qədər sifətlər gördüm, o qədər inana da bilmirəm, and ol Allah, inana da bilmirəm. Mən güvənə də bilmirəm, inana da bilmirəm ki, ay Allah, bugünkü söz verib Allah'da o kadar sınmışam ki, Kur'an'a o kadar sınmışam, qəlbim o kadar sınıb ki, bu insanların yalandan vədlərinə, sözlərinə. Onu da bilərdim ki, mən gözləyəm, sağ olsun mənim izləyicim, mənim tamaşaçım ki, var olsun. Gəldə yetim uşağın arxasında dayandılar. Ya hamı yetimin həqiqətən də istirdi evi olsun. Bir nəfər gəlmədi, bir nəfər tək. Yalandan nə var? Mən səni sevirəm, üzə demək nə var ki? Arxa o çevirəndən sonra nə qədər bıçaqlar deyir adama. Onda mən bilərdim, mən gözdəyəm, mən hörmətliyəm. Mən neyim? Mən bədbətələs bir ailə qurdum ki, evim olsun, eşim olsun. Əl aşından da oldum, bəli aşından da oldum. Gəldi kabab qoxusunu gördü, eşeği dağlanır. Belə qınamağa nə var? Səhv deyirəmsə, ay Camal, ay ürəklər, mənə deyin ki, səhv deyirsən, ay Hüseyin, sən yanlış yollasan, sən düz yolda deyilsən. O qədər qəlbim sındı ki, o qədər ürəyim sınıb ki, insanlardan, o mən yaxşı adamam deyən insanlardan, ondan mən bilərdim ki, bu insanlar düzgün yoldadır, düzgünlüyünə tərəf geçdiyi yanırlar. Mən gördüm, mən tək qaldım, çarəsiz qaldım. Allah nə bilməyib vallah. Neyse, danışıb yaralarımı yeniləməyim, qurban sizə, başınıza dönün. O ərazilərimiz, o Putinin başına bir dənə daş düşsün. O Putinin ölkəmizdə. Yaxşı ol insanları müvəqqəti təsəlli kimi bir şeydir. Mən orada yaxşı olacaq sözünü təsəlli kimi baxıram da. Təsəllidir o ki, yaxşı olacaq. Yaxşı olacaq. Haçan, dəvənin quyruğu yerə dəyəndə, keçə ağaca çıxanda. Ona görə mən gəlib deyərdim, ha, mənim arxamda şeydir yəni, mən hər dəfə danışıb, burası danışdırırsınız, mən danışıram. Mən həmişə haqqını danışmağı sevmişəm. Kiməsə şər atmağı yox, bəziləri kimi atları, sanları ola mənim adımı pisə kimi qələmə verən, mənim haqqımda evi allatmaq üçün mənə bəhanələr verdirib, hansı yaşlı başlı, inşallah olanın qız nəvəsi var, qızları var, Allahları bilsin, özləri bilsin. Allah həvalə elədim. Allah özü bizə heç şey demirəm. Allah inşallah bu həyatı göstərir onlara. Bu günləri pulun ola bilər, varın dövlətin ola bilər, amma sənin Allahın olmaya bilər, yalanla inanmırsan Allaha. Deyirsən heç ki, nə olacaq? Olsaydı olardı da. Amma olacaq, bil ki olacaq. Bu bəşəriyyəti yaradan Allah bir gündə səni mənə yaşadıqlarını yaşadacaq. Mənə bugünkü gündə pis kimi qələmə vermişsiniz. Pis kimi qələmə verirsiniz ki, Hüseyin belə şey görə, belə ayıbdır, vallahi ayıbdır. Qızınız gözünüzün qabağına gəlsin, oğlunuz gözünüzün qabağına gəlsin. Bir yetimi aldatmaq Allah qatında heç bağışlanmaz bir səhvdir. Allah'dan arzum odur ki, mənə yaşatdığınızı Allah da sizə yaşatsın. Vəssalam, heç şey demirəm. Allahınız bilsin, özünüz biləsiniz. Mən onda bilərdim ki, mən gözləyim. İndi yazırsa gözdən düşmüsən, hardan düşmüşəm. İstəyirsiniz, hardan düşüm. Mən az fərq eləyir. Mənim üçün o vaxt mənə göz olanda, o vaxt da yazıydı ki, 94 min insan mənim qalmağıma, 96 min insan mənim qalmağıma səs verəndə, məni evinə alladanda, adıma söz-söhbət çıxardanda, gör mən belə poxuymuşam, belə qələt eləmişəm deyəndə, arxamda dayanardınız, gələrdiniz yanında olardınız ki, yetim uşaqdır. Biz izləyirik, biz dəyər veririk, hörmət eləmişik. Gördüm heç nə yox. Mən də qaldım avar yevər kimi.
Və onda da mənə dəyər verən, mənə hörmət elə, məni çox sevən insan. Bugünkü gündə toyu mən özüm Allah kömək olsun, ha, düzdür. Mən də yaxşılarını da itirmirəm. Zaurun sayəsində, Zaur Bəxşəliyevin sayəsində, Zaur bəyin sayəsində Spendiyar müəllim, Allah kömək olsun, Allah balalarını sağlasın. 3000 manat mənim toyuma pul verdi. Bəziləri yazıb 4000, 5000. Mənə veribsiz verəcəkdi də. Amma o 100 nəfərin pulunu vermişdi. And olsun Allah, 130 nəfər gəldi, halal xoşları olsun. Yedilər, işdə çıxdılar, getdilər. Allah işlərinə avan eləsin. Hə, onda bilərdim ki, bugünkü də mən deyirəm yaxşılıqlarını, mən etdilər, bəli, mən əgər etmişəmsə, onlar mən elədiyi yaxşılıqları, mən onu danıramsa, Allah mənim burnumdan gətirsin onları. Bax, elə sizin gözünüzün qabağında qan qusumu elədiklərini danmışamsa, eləmədiklərini deyə, kimsə yalandan deyib, eləyirəm, yalandan demişəm, Allah köməyin olsun, Allah balağı uzaqlasın. Ona görə bugünkü gündə, yox əgər mən danmıramsa, kimsə səbəbsiz yeri mənim üstümə gəlirsə, mənə deyirsə, elə Allah onlarından özləri bilsin. Mən heç demirəm. Allah'ı bilsin, balaları var hər kəsin. Allah bütün balaları sağlasın. İnşallah Allah, həyat bu merandır. Mən heç şey demirəm. Heç şey demirəm. Allah'a həvalə edirəm. Heç haqqımı da halal eləmirəm. Məni bugünkü gündə onlar saldılar. Onlar əgər məni istəyən olsaydı, mənə hörmət eləyən olsaydı, bəziləri öz verilişinin xətrinə məni qurban elədi ki, qoy Hüseyin belə olsun, qoy Hüseyin elə olsun. Adıma da söz-söhbət çıxartdılar. Eybi yox. Allah hamının ürəyindən xəbərdardır. Hər kəs allada bilər. Hər kəsə yalan danışa bilər. Hər kəsə haqqını yeyə bilər. Amma Allahın gözünə heç kəs qaçmır. Əlbəttə, Allahları bilsin, özləri bilsin. Heç şey demirəm mən. Allaha həvalə eləmişəm. Haqqımızı halal eləmirəm. Vəssalam. Onda gələrdi amma. Deyərli yetim uşaqdır. Heç olmasa evi vermədik. Bu təhsilin pulunu da ona elətdirməyək. Hər dəfə deyirsiniz, adam əsəbləşir. Valla. Mən əsəbləşəm şəxsən. Yetim uşaqdır, ev növbəsindədir. Adına da pul, əmlak, torpaq, maşın olarsa buna ev düşməyəcək. Qoy bu heç olmasa bu hərəkət eləməyib buna. Onu da elədilər mənə üçün. Əli aşından da elədilər məni, vəli aşından da elədilər məni. Allahları bilsin, mənim gün heç şey demir. Allahları bilsin, Allaha həvalə eləmişəm. Allah bilsin, özləri bilsin. Özləri bilər. Yəni imam üçün ağlayanda gec üçün də ağlayır. Qurban Allaha, Allah Taala orada axirəti deməyəcəklər. Bu imkanlı oğlandı. Getsin bu yaxşı yerə, bu kasıbdır, getsin bir yana. Xeyr. Ədalət, haqq prinsipi deyilən bir şey var. Bu həyatda elədiyimiz hər bir yaxşılıq da, hər bir pislik də axirətimiz üçün odundur. Çiçəkdir, ağacdır. Biz hərəkətlərimiz bizim üçün odunluğumuzdur. Yaxşı hərəkət bizim cənnətimizdə çiçəkdir. Onu hər birimiz Allaha cavab verəcək. Mən demirəm millət məni saxlasın. Millət elə geçsin özünü saxlasın. Millətin məni saxlamağa ehtiyacı yoxdur. Cəmaatın dolanışıqlı bilir. Mən deyirəm millət məni saxlasın. Bir anla sonra bu anlada. Sonra cavab da verəndə düz ki, bu belədir, elədir. Nəysə, məni danışdırmayın, xahiş edirəm. Əsəblərimi də pozmayın məni. Açaram sandığı, tökərəm bambağa, valla mənim başımı xərab eləməsinlər kimsə. Ələttin qıl verənləri kimi. Bəziləri dünə necə, pis nə danışırdılar. Bugün orada o verilişlərdə bu pisdir, bu pisdir. Dünə necə sən özün də pis deyirdin, da xala. Ay, nənə. O. İndi yalandan cəmaat ələttin qıl verəni kimi özü yaxşı eləmək üçün, valla mən elədim. Mən də səhv eləmişim vaxtında. Mən deməyəm sütdana, amma məni o vəziyyətə qoymaqla yaxşı şey deyildi. Özü dünənəcək. Yox, efirə çıxanda olurlar, efir aparatçısı yaxşı adam olur. Efirə çıxarmayanda bunlar olur pis adam. Ağzınızdan gələni danışırsınız, belədir, elədir deyirsiniz. Sonra kimsə yaxşı görsənmək üçün kimsə, dünən sən də danışırdın da. Bu izləyicilər niyə ona qeyb demir ki, ay xala, sən də dünən onu danışırdın da, bugün kimsən niyə baltalayırsan ki, bu nə, belə bu günə qoyursan ki, real danışansan, düz danışansansa, elə Azər, sən narahat olma, sən mənə görə avar olma, mən özümə hörmət edirəm şükür Allaha və qarşımdakı sənə yox ha, buradakı məni izləyən namuslu qeyriyyətli analara, bacılara, nənələrə, babalara və hörmət əlaməti olaraq burada çox mesajlarınızı görməzdən gəlir, cavab vermirəm. Elə cavabını verərəm, dəriniz dura kalını sökürər ha, 7 qadınıza geçər. Eləmirəm o şey, qurban eləyəm sizi, o məni izləyən burada qadınlarımıza, analarımıza, bacılarımıza, namuslu qeyriyyətli, ağbirçi, ağsaqqallarımıza qurban eləyəm sizi, eybi yox.
O ayıbdır. Mənim ağzımdan çıxan mundar sözü məni burada 3100 insan izləyir. Mən onlara ayıbdır. Onlar eşlərlər evlərində qadın xeylağı olar, kişi xeylağı olar, uşağı olar, nəvəsi olar. Niyə mənim ağzımdan çıxan mundar sözü? Sənin yazdığını o görməyə bilər, amma mənim ağzımdan çıxan sözü onlar eşidə bilər. Ayıbdır. Ona görə qurban edirəm sizi. Onlara ki, mənə yaraşan şey deyil o. Başınıza dönüm. Kimsənin evində oturub, isti yerində çay içib, çörək yeyib, məni izləyirsə, hörmət edirsə və nəsə maraqlanırsa, ona görə mən onun ağzından çıxan, mənim ağzından çıxan mundar sözü onun namuslu qeyrətli, mənim ağzından çıxan mundar sözü onun namuslu qeyrətli evində körpə qız uşağı, körpə oğlan uşağı, anası, bacısı eşitməli deyil. Bəzi burada 5-6 dənə səydürüş adamlara görə ayıbdır. Özünüzü hörmət eləmirsə, heç olmazsa bizi izləyən analara, bacılara, ağsaqqallara, ağbirçələ hörmət eləyək. Tamam mı? Canım gözüm. Günah jeton çatdırsanız zəhmət olunca göndərin geçsin. Xahiş edirəm sizdən. Buraya reklam səhifəsi deyil, əzizlərim. Çox sağ olun, nöqtə moderatorunuz. Əsəbləşmirəm. Niyə əsəbləşirəm? Sadəcə olaraq Allaha həvalə edirəm. Eyb yox, mən pis adamam, mən pisəm. Nəyəm? Allah məni mükafatlandırsın. Allah, vəssalam. Allah Xoşgələm xanımdan da canını sağ eləsin. Bax, o bildi, mən olanı deyirəm ha, Allah kömək olsun. Bəziləriniz deyirsə, Zaurdur sən işə düzəlmiş, düzdür, düzəlmişdim, Allah kömək olsun. Amma mən 1 il 8 ay qeyri-rəsmi işlədim orada. Mənim əmək kitabçamda oradan qeyd olunmayıb. Adıma da soruşu söhbətlər çıxdı, eyb yox. Allah görür hər şey göydən, özləri bilərlər. Özləri bilərlər, nə inirlər, kim eləyir, özünü eləyir, öz üçün eləyir, Allaha cavab verəcək. Mən nə eləyə bilərəm ki? Hərə özünə cavab etdi, hərə öz elədiyi hərəkətlərə görə Allaha cavab verəcək. Salam, salam Bakı. Bəli. Ona da Azəri, ona da tapşırıq verən var idi, ürəyim mənim. Ona da tapşırığı vermişlər. Ayıb olsun o adama. Bugün heç nə, siz nə biləsiniz? Görünən tərəfi görürsünüz, görünməyən tərəfləri görmürsünüz. Eybi yox, qoy mən pis adam olub, onlar yaxşı adam olsunlar. Allah görsün məni, Allah məni mükafatlandırsın. Allahdan başqa da heç kəsdən gözləntim yoxdur. Uje qəlbim sınıb, uje inamım, etibarım, güvənim itib. Yoxdur artıq, güvənə bilmirəm, inana bilmirəm, etibar edə bilmirəm. Çox aldanmışam, çox qüvvətlərə qulaq asmışam, amma heç bir şey olmayacaq, inanmıram. Son ümidim göydə Allah'a yerdə Xoşgələm xanıma qalıb. Vəssalam, Xoşgələm xanı bəzi sinəsinə döyən mənəm deyən aparacılar var. Allahları olmayan aparacılar. Yalanı Allah da ağızlarından düşmür yerə. Heç Allah qədri bilən insan yetimin haqqını elə yeməz, yetimə əzməz. Yetimdən prim yığıb, reyting qazanıb, aparıb 5 manat, 10 manat verib, cəmaata deməz ki, ged ona deyin burnundan gəlsin. Eybi yox. Əgər mənim haqqım varsa, üstüm eybi yox. Allah mənim bəlamı versin. Yoxdursa, Allah özü bildiyi kimi eləsin sizi. Allah həvalə elə. Özünüz bilərsiniz. Mən heç şey demirəm. Allah'ı bilsin, özü bilsin. Herkesin Allah ürəyinə görə versin. Herkesin Allah balasına can sağlığı versin. Herkesin Allah balalarını qorusun. Amma pislik edənlərdən başqa. Pislik edənlərə Allah həvalə edirəm. Mənim ancaq burada dualarım, yaxşı sözlərim məni gözəl izləyən namuslu, qeyrətli, vicdanlı insanlara görədir. Mən onlara görə deyirəm, eybi yox, keçirəm. Ki burada yazan bir şey, yoxsa elə cavabınızı verərəm ki, and ol Allaha. Elə cavabınızı verərəm ki, dəymişini, əgər söz yaz, bəzilərdə söz yazır, əgər kişisənsə, söz yazdırsansa, arkasında dayana bilirsənsə, yazırsan direktimə, niyə blok atırsan? Niyə arkasında dayan da, görürəm aciz insandır, mən ona nə deyim ki? Monitor arkasında kişilənməyə nə var ki, kişilənməyə nə var ki? Əlbəttə boş verirəm, o qədər boş verməmişəm, əsəblərimi pozmuşam, bugünkü də ancaq dərmanla yaşayıram mən. Bax, Allah Xoşgələm xanımdan canını sağ eləsin. Mən bugünkü gün onun verilişindəyəm deyənə onu tərifləmirəm ha. Bugünkü gün o da mənə haqsızlıq eləsə, mən də deyəcəm haqsızlıq eləyib. Bax, izləyirlər də, onun əməkdaşları da izləyir məni, hamısı izləyir. Haqsızlıq olsa mən də deyəm, eləməyib baba adamı haqsızlıq. Qadın ola, bəzi sinəsinə döyən mənəm deyən aparacılar var, mən belə deyən aparacılar var. Onun Xoşgələm xanımın elədiyinin 10%-ni o mənəm sinəsinə döyən kişi aparacılar eləməyib. Yalandan mən belə eləmişəm, mən elə eləmişəm deyib, mən deyirəm, vallahi yazırsınız burada görürəm, əsəb oluram. Hər söz danışmaq istəmirəm. Eybi yox, Allaha deyirəm, həvalə edirəm. Kim kimə nə edir, Allah görür. Mən işə düzəldim,
Xoşelam xanım sayəsində. Mən heç işə girməmişdim. Mənə gətirdilər və əmək haqqımı da verdilər. Əmək müqaviləmi də bağladılar. Hər bir şeyimi də elədilər. Mən mən elə pis insan deyiləm ki, mənə kimsə haqsızlıq eləsin. Əgər hardasa səhvim olarsa, hardasa nəsə yanlış, düz deyir, mən deməm sütdən çıxmış arkadaşlar. Hardasa mənim də səhvlərim olub, yanlışlıqlarım olub. Amma elə bir səhvim olmayıb ki, bağışlanmasın. Şükür Allaha, şükür Allaha. Allah mənim ağlımı başımdan almasın. Yəni rəsmi əmək müqaviləsindən, əmək müqaviləsində də məndədir. Hamısı sənədlə, sübunla işə düzəlmişəm, yaxşı yerdə işləyirəm, gedirəm, gəlim, yarım işdə işləyirəm, 550 manat. Tam işlərim halini ondan sonra tam işdə eləyəcəklər inşallah. Tam da maaşımı alacağım. Neyniyib? Mən neyniyibsə onu deyirəm, demirəm. Edib, zar deyilib, Allah kömək olsun, Allah balasını saxlasın. Amma o demək deyil ki, 15 manat, 20 manat pul verirəmsə, cəmaatı kiməsə telefon vasitəsilə, o vasitə ilə, bu vasitə ilə pisə eləməliyəm, pislik eləməyə verməliyəm, ayıbdır. Yetim uşağı sındırmağa nə var ki? Yetim uşağın üstünə getməyə nə var ki? Yıxılanı baltalamağa nə var ki? Kimlə nə elə deyib, yorumları bağlayın inşallah, xahiş edirəm, yorumları bağlayın. Bilmirlər, mən nə danışıram, bunlar nə danışır. Mən deyirəm, hətəm budur, yox, bu bitsindenəm. Vallahi qəribə adamdılar. Mən başqa şeydən danışıram, bunlar başqa şey yazırlar. Elə bir zülüm çəkəndə mənə bir yerdə çəkiblər. Mən nəsə eləyəndə mənə eləyiblər. Bilmirsiniz axı, toxunacdan nə xəbəri var? Mən haqqı itirən insan deyiləm ha. Allahı mən başım üstündə görən adamam. Allah Taala mən başım üstündə bir yumruq qoyar ki, elə möhtac eləyər ki məni. Onların, amma mən o şeylərə layiq deyildim. Mən bəzi şeylər danışa bilməm burada. Ona görə bəziləriniz rahat şəkildə qınaya bilirsiniz, rahat şəkildə danışa bilirsiniz, hər şey elə bilirsiniz. Eybi yox, edin. Allah hamının ürəyinə görə versin. Allah kim kimə nə edibsə, milyon qatını balalarının qarşısına çıxasın inşallah. Əzizlərinin qarşısına çıxasın inşallah. İstər yaxşı, pisləri balalara qatmıram. Yox, pislər özlərinə versin. Balaların heç bir günahı yoxdur. Yaxşılıq eləyibsə, Allah özünü də başına döksün, balasını da başından döksün. Balaların qarşısına çıxasın. Pislik eləyibsə, balalarına Allah can sağlığı versin. Özünə o şeyləri başına çıxatsın. Balaların heç bir günahı yoxdur. Balaları pakdır. Balaları bada verməyin. Allah bilsin, özünüz bilərsiniz. Raya çox sağ olun. Bugünkü də əzirsiniz, yıxılanı əzirsiniz, tapdalırsınız bəziləri. Sağ olsun, məni başa düşən insanlar var, düzgünlüyü danışan insanlar var. Bugünkü də mən Allahdan istəyirəm, bunu da deyirəm ha. Birdən o birisi, istəyir estimrası olsun, istəyir nə bilim aqili olsun, istəyir vəsiləsi olsun, istəyir ceyranı olsun, kim olur olsun. Mənim haqqımda canlısını açarsa, danışıq eləyərsə, bəlkə burada izləyirsiniz məni, mən bilmirəm. Məndən inciməyin. Yaşıyor quru sərəcəm, and olsun Allaha, onsuz da mənim adımı çəkməsinlər canlar. Özlərindən danışsınlar, özlərinin problemi içində batıb gedirlər. Hər gün efirə çıxmayanda da bütün günü cəmaatın haqqında danışırlar. Ən çox onlara eləyən insanlar danışıb, pis-pis danışıblar. Mən demirəm ki, mən haqqımı deyirəm. Çıxdınız, şov yaratdınız orada. Dayandırın deyəndə verilişləri. Bir yetimə ev verilmişdi. Yalancı maşinik fırıldaqçının biri. Bu ev verəndə bir insan araşdırır. Gördünüz Xoşelam xanım neynədir? Yorumlar açın inşallah. Zəhmət olmasa. Gördünüz Xoşelam xanım neynədir? Damlaya da ev verilmişdi. Bir nəfə maşinikin biri qoşulmuşdu orada. Ki Elmlər Akademiyasında mən ev verirəm buna. Xoşelam xanım dedi ki, bizə nətər? Allah köməyin olsun, Allah canımı sağ eləsin. Sənədləri gətir, mənə burada ver. Ondan sonra mən deyərəm ki, bu ev var. Mən nə var? Dildə nə var? Ev verin. Deməli demişlər, dildə dedilər ki, ev verirəm Hüseynə. Nə evdir bu? Hansı evdir bu? Nətər evdir bu? Nə ev var? Nə ev var? Piyaniskanın biri. Araşdıra bilməzdilər. Və nə olardı o 96 min insan mənim qalmağıma səs verəndə 20 nəfər yığışıb gələrdi ki, yetim uşaqdır. Mənəm o Hüseyin. Biz izləyəcəyik, gəlmişik. Baxırıq, sevə 4 saat izləyirik yanmadan sizi. Nə qədər insanlar yazır ki, sənə görə baxırıq, qazan yandırmışıq, vedrə yandırmışıq, lələni yandırıb, pərdəmiz yanıb, kuxunamız az qalıb pajar tuturdu. Nə olardı olan biri, ikisi gələrdi, deyərdi ki,
Biz izleyeceğiz, gelmişik Hüseyin'i anlatmışsınız. Niye anladınız bu yetim uşağı? Onu deyərdi. Xoşadam xanım gördün nə dedi? Dedi damlaya ev verirsən, Allah köməyin olsun, Allah canını sağ eləsin. Sənədləri gətir mənə və elə iş görürlər. Sənədli gəlib çıxmadı ortalığa. Gördün, yalandan deyir də bu. Lazım olsaydı o da show yaradardı, reyting yaradardı. Aa ev verilir, gözlün, gözlün, gözlün. Bu kutu, bu kutu, bu kutu, bu kutu, bu kutu, bu kutu. Qara kutu. Hani eləyərdi də, nöş eləmədi. O qadınlığı ilə, vallahi Quran haqqı, öpürəm onun anasının, atasının torpağından, and ol Allaha. Eləyərdi, o nə eləmədi? Elə qəşəng show yaradardı ki, orada Xoşadam xanım ki, heç analog olmayan. Bəziləri kimi anlatmadı. Dedi ki, insan taleyi var. İnsan, o qız mənə sıxınıb gəlib. Mən onu allada bilmərəm. Allah gözüm, başımın üstündə dayanır. Mən onu nətər alladım? Dedi sənədi gətir, sənədi gətirmədilər. Məktub yazdı, göndərdi ki, mən Bakıya gəlirəm, yaparam, otarım, betərəm, yalancılı maşenik adam. Eləyər də bəziləri kimi niyə eləmədi ki? Gördün? Düdü yoxdur. Alladı bu adam evi nə var gətirə sənədləri verər bura. Mən çıxıb deyərəm ev verir. Mən xalqın uşağını allada bilmərəm. Gördün? Gözünün qabağında oldu. Amma ATV nədir? 4 ay o kutu qaldı orada. Mənə alladılar. Axırda udar mənə deydi. Sonra dedilər sən pis adamsan. Kart qoy. Qoymuram kart. Ayaqda 2 bayaq qoydum. Heç şey eləmədi. Bir Allah kömək kimsə atdı. Yazırsınız eləmirlər. Mən əsəbləşirəm qurban olum. Başınıza dönün. Yazmışsınız bura 222. Kart qoy. Moderatla qoyun kartı zəhmət olmaz. Görüb 222 nə edəcək burada? Mən deyirəm də, ay Sotunzali, düz yazıq, yazıq, o yazılır. Biz inankarıq, biz çörək itirənik, biz haqq itirənik. Haqq, yaxşı, ay be, neyse. 190 bin atacaq. Yemək yemirsən, yox, birazdan yiyəcəm. Neyse, qoy özünüz. Yəni, elə ev verən, nəsə eləyən, verilişdə. Deyək ki, bax bu sənəd. Gördün damla neyədir, Xoşadam xanım? Dedi, sənədi gətirərsiniz, mən xalqın qızını allada bilmərəm. Məni milyonlarla tamaşaçı izlədi. Sizə hörmət qoymadılar, Sizə hörmət qoymadı. Düzdür, müəyyən şeylərdə olunub. Amma mən o vəziyyətə düşməli deyildim. Bugünkü gündə mən evsiz qalmalı deyildim. Mən də yanıb yaxılıram da. Mənim uşağım, mənim körpə balam özüm bir gün görmədim Allahın altında. Nə ev gördüm, nə eşik gördüm, nə ana gördüm, nə bacı gördüm, nə əmi gördüm, nə dayı gördüm. Nə özüm pişirdim, özüm yedim. 2011 yaşımdan işləyə qalmışam. Cəmaət əskərlikdən gələndə, qohum əqrəbə bunun başına yığılanda, mən əskər gələndə 15 manat getdim, fəhəllə işlədim ki, təxrisə gələndə, məzuniyyətə gələndə. Əskərliyə gedəndə bölük komandına söz vermişəm ki, mən Karol rəisinin köməkçisi dəyişdirici vəzifəsini icra edirdim. Orada növbə şey var da, cədvəli var. Onu mən şey eləyərdim də, çıxartdırmağa. Mən onu heç kim utandırmayayım deyənə, özümü utandırmayayım deyənə, heç kim bilməsin, mənim heç kimim yoxdur. Getdim mən fəhləli işlədim ki, onları serikop eləyim, aparım hərbi hissəyə. Bir bloklu istiqəyə söz vermişdim. Mən onu elədim. Bəzilərini ana, ata, dayı, bibi, xala, qohum, əqrəbə, qonşu başımızı yığırsan da mən getdim, mən demirəm kimsəyə mənə borcu var. Heç kim mənə borcu yoxdur. Sadəcə onlar realları da danışıram mən. Haqqını deyirəm mən. Nə olardı ki, mən bir gün görməmişdim. Mənim balam da indi bugünkü gündə qalmış küçələrdə. Onun Allah Xoşadam xanımdan razı olsun. Zahir də bilir, mən işsizəm. Bu ilin yanvarın 9-u çıxmışdım işte. Bir də nə olardı bir kömək eləyərdi, bir sığınacaq kimi bir şey. Mən olanı da elədiyini eləyib. Allah kömək olsun, Allah balası sağlasın. Onu da qoydum qırağa. Zahir bəyi də qoydum qırağa. Heç nə demirəm. Allah bilsin, özləri bilsin. Mən pisinə heç nə deməmişəm onun. Sadəcə demişəm ki, yaxşılığını deyəndə bunları da demək lazımdır. O verilişdə hər kəs eləyə bilərdi o şeyi. Həmən situasiya sən axtaramda oldu. Gördünüz, sən axtaramda o şey olmadı ki, mən damlanı alladım orada. Dedi ki, o qız uşağı, qızdır, bir oğlu da var, sevindi, ümid eləməyib. Allah'a var, heç nə də o. Efirdə demədi ya bunu. Publika xətrini desəydi, elə efirin içində deyərdi. O qıraqda dedi ki, mən onun Allahım var başımın üstündə. Mən onu eləyə bilmərəm. Onun balası var. Sevindib sonra ağlada bilmərəm. Yəni olanları demək lazımdır. Yalandan yaltalıq eləmək lazım deyil. Tülülü yemək lazım deyil. Ayıbdır valla. İnsan gərək özünə hörmət eləsin. Gördün, deyək kartı koy, kartı koyduk, görürüz, heç şey yoxdur. Yəni atmırlar, yalandan yazırlar. Ürəkləmə, ürəyiniz dincəlsin. Bəzəniniz yerində otura bilmirsiniz ki, Hüseynin kartda şakka pullar gəlir.
Bu Messi babana da zəhmət olmasa birbaşa bloku eləyin, zəhmət olmasa. Messi baba da X020 sən, nəsən, bilmirəm. Hər kimsə, mən üçün heç kimsən. Yəni İmam Sunağlarına bəzən mən yaltaqlığı sevmirəm. Düzə düz, mənim prinsipim düzlükdür. Düzlük nə edirsə onu deyirəm. Mən də ev istəyirdim. Uşağım deyirdim qapılarda qalmasın. Mən blokda yatdım. Mən balkonda yatdım. Onların əməkdaşlarına da yazdım ki, mən blokda qalmışam, balkonda qalmışam. Mənim 2 dəfə zəngimi açdı, 3-cü zənglərimdən sonra, 2-ci zəngimdən sonra açmadılar zənglərini. Mən reallıq deyilsə, reallıq budur. Bəzən mən heç kəs xəyanət eləməmişəm. Kimlərsə mənə eləyib, kimlərsə alladıb, yenə dedim ki, Allah köməyin olsun. Yenə də deyirəm, elədiyi şeylərə görə dedim, Allah balasına sağlar. Mənim yerimə kim olsaydı, o 94.000 manat mənim adıma yazdı təhsil Amerika adıyla, mənim adıma yazanda aləmi qatardı. Götürərdi benzini, gedərdi, yanardı Milli Məclisin qabağında, deyərdim mən internet uşağıyam, mən beləyəm, mən eləyəm, məni alladıblar burada, məni belə eləyiblər, prezident aparatından can gedib çıxardım, mən hər şeydə eləyərdim. Mənə heç kim borcu yoxdur, o demək deyil ki, kimsə mənə alladıb ev verirəm, allatmalı idi, təhsil verirəm, 94.000 adıma yazıb allatmalı idi. Yəni burada yaltalıq, tüləli eləmək lazımdır, cinənli eləmək lazımdır, kişi kimi yaşayın, mərd kimi yaşayın, kişi kimi də ölün. Allaha cavab verəcəksiniz. Siz zara, o birisine bu birisine cavab verməyəcəksiniz. Allaha hesabat verəcək yalnız. Padle sənin nəslindir, Bahar. Əlbəttə düzdür. Bəziləri qəbul elə bilmir. Mən allanmalı idim. Niyə eləyib də? Nə eləyib mən? Hansı nəyimi eləyib mən? Toyumu özüm eləmişim, dillə zavrutən toy eləyib. 3000 manat pul verib İspendiyar müəllim. Bir də 300 manatda mənim kostyum almama Allah kömək olsun zavr verib. Onu deyirəm də mən. Allah danmıram ki. Zavr eləyib də, onu eləyib də. Mənim toyumu özüm eləmişim. İspendiyar müəllim 3000 manat verib, onu 100 nəfərin pulunu. Onu 130 nəfəri and olsun Allah, vicdanıma gəlib yeyib içib çıxıb gedib. Halal xoşları olsun. Qurana and olsun. Yalandan burada gəlib yaltalığı tüləkli eləmək lazım deyil. Heç kim itirmir Elena, heç kim itirmir canım gözüm. Heç kim itirmir kimsenin hakkını. Sadece hakkına danışanda balalar da demək lazımdır. Yalana gəlib kiməsə Ələddin qıl verəni kimi tüləkli yaltalıq eləmək lazımdır. Şampunluq eləmək lazımdır. Kimsə sizin boynunuza medal asmayacaq. Ayıbdır valla. Mən yaxşılığını deyirəm, bunları da deyirəm. Sadece onlar nankör insan, xəyanətkar insan, xain insan, kimsə düzgünləri bəyənməyən insanlardılar. Qəbul eləməyən insanlarla, onlar özləri bilərlər nəyi qəbul eləyirlər, nəyi qəbul eləmirlər, özləri bilərlər, heç mənim maraqlı da belə deyil. Bəs kurtkan yox idi. Allah sənə də belə kutka qismət eləsin. Keçən il aldığım kutkadır. Mən karda dedim kutkam yoxdur, ay geç. Dedim kutka ala bilməm, Ayşə də dedim, dedi işdən çıxıb, dedim nətər çıxım, heç kutka ala bilməm, sən elə güzdən çatdıran pamperesi şeyi. Burası topbazdır, burası yoxdur. Bu pambıqdır, içi, bax, burası nazikdir, bax. Fikir ver, bax, nazik. Amma burası topbuzdur. Yığılıb da, pambıqlar yığılıb içində bir, bura topa, ora topa. Kurtkan yox idi. Hər şeydə fikir verirlər, hər şey. Vallahi bilirəm ki, işinizə vicdanınız da deyir ki, Hüseyin düz deyir. Hüseyin, amma diliniz, o ki zəhər diliniz var, qəlbinizin çinliyi var, dilinizdə bürüzə və ki, o belə. O qədər şeytan xitiləsili insanlar var ki, ona görə şeytanın dediyinə uyur. Canlı şirin olsun. Sabine xanım çox sağ olun. Siz necəsiniz? İbo Mobilyadan 5 manat gəldi. Canlı şirin olsun. Toxunacdan nə xəbər var? Xislət, xislət. Üzülü sağ. Yəni mən də haqsızlıq götürə bilmirəm. Deyirəm, haqqına deyin də. Mən necə ki deyirəm, bunu eləyədi, Allah kömək olsun. Bəzilərini bugünkü gündə,
Bəzi insanları mənim haqqımda elə bir məlumatlar veriblər ki, güya mən adam gərək vicdanla danışır. Mən pis idimsə, gelib kiməsə dedim üstə, bu şeyə görə deyə evi vermədiniz. Allahla oldu. Qızınız var gözünüzün qabağında, oğlunuz var gözünüzün qabağında. Senariyin vermiş o Ələddinin Qılverənin qıyıq gözləri var. Belə oturdu ağzına gələn danışdı. Qızını gözünün qabağına gətirmədi. Nəvəsi qız nəvəsinin gözünün qabağına oturub ağzına gələni danışdırıb orada kimsən nələr şey eləyir. Allah bundan qorxa. Qoca kağıtlar yaşındasan, ailəmi qatıb bir-birinə. Kimsən sözünə, kimsə sənə 50 manat, 100 manat pul verib, uşaqlara zadıba popaltar alıb deyənə gəlib ki, cəmaatı pisləməklə deyil. Ayıbdır valla. Allahdan qorx. Allahdan. Dünə necə zarı pisliyirdi, bugün dünə canlıcı, belədir, elədir, mənim bir tanem, birici gibi, özün də danışmışsan da, bugün gündə Ələddin Qılverəni kimi, tazəyə qaçlayır, dovşana qaçlayır, tazəyə tut deyir, ayıb deyir valla, yaşa başı hörmət elə, qoca yaşında adamsan, düşünmüsən cəmaatın canına, cavanların canına, bu belə ayıbdır, adam özünə hörmət eləyər, hörmət. Hər kəs yaxşı bilir kimdən söhbət edir, mən ad vermirəm burada. Kimlərsə şou yaratdı mənim haqqımda. Bax, hər dəfə yazma düşəndə nervini əsəbləşirəm. Niyə əsəbləşirəm? Çünki mən o şeyə layiq deyildim. Haqsızlıq, ədalətsizlik oturdu. Dayandırın. Allah inşallah ömrümü dayandırar sənin. Allahın izniyle. Allah Taala elə insanlara ömrünü uzun verir ki, bəlkə bu corbacor olmuş, bəlkə bu şeytan xitləsili qəlbinə bir mərhəmət gələr, bir tövbə eləyər, tövbə qapısı açılar. Allahın tövbə qapısı hər zaman insanların üzünə açıqdır. Tövbə eləsinlər mənim yaratdığım bəndələr. Tövbə elə. Səndə tövbəli yox. Allah uzatdıqca ömrü uzadacağı, amma ağırda öləndə 2 qat ölüb gedəcəksən. Ayıbdır. Kimdənsə pul alıb, kimsə pisləməklə deyil. Ayıbdır. Özünüzü hörmət eləyin. Yaşınıza, başınıza hörmət eləyin. Qızlarınıza hörmət eləyin. Nəvələrinizə hörmət eləyin. Ayıbdır. Ayıb. Çıxdılar evə görə. Mən pis idim, verərdi başqasına da. Verərdi sənə, niyə vermədi? Mən pis idim, verərdi Elçinə verərdi, Surayəyə verərdi, İlqara verərdi, Aqilə verərdi, nə bilim Esmiraya verərdi, Ceyrana verərdi, Aslana verərdi. Mən pis idim də. Niyə başqasına vermədi? Çünki yox idi. Onun öz bacısı da dedi ki, bu adam maşenikdir, fırıldaqçıdır, bizim nəslin yüz qarasıdır. Bunu dedi də. Allah Xoşgədəm xanımın canını sağ eləsin. Allah ona kömək olsun. Allah balalarını saxlasın. Allah onun anasına, atasına rəhmət eləsin. Özünə can sağlığı versin. Allah onun atasını, anasını cənnətə qovuştursun inşallah. Onun torpağından öpürəm mən. O deyirlər, burada mən də əsəbləşirəm axı. Bilməyənlərə də demək istəyirəm, bu belə olur. Yaxşı bilirlər, nə var, nə yox. Burası adamı əsəbləşdirir. Yaxşı eləm, 72, mən 72 eləmirəm. Düz deyirəm də, nətər eləməliyəm. Mənim küçədə qaldığımı bilə-bilə, mənə heç bir şey eləməyənə, yox deyəndə belə deyəndə, düz deyir ki, bu nankör, kimsə mənə yaxşılıq eləyib, isti yeri verib mənə, isti yuva verib mənə, yeməyimlə təmin eləyir məni. Deyirsiniz ki, 72. 72 olmalı yox, mən lazım olsa 172 olaraq. Olmalıyam da. Niyə öpməliyəm axı? Çünki mənim balamla küçələrdə qalanda heç kəsə yox ha, heç kəsə yox. Mən birinci o təriflədiyimiz bizim millətən verilişinə demişdim mən. Gelin tərifliyinə yaxşı yazıyor. Ondan sonra yaltaq, bizim millət kimi yaltaq, bizim millətə düşmən lazımdır. Özümüz düşməni. Mən onlara dedim, mənim mesajlarımı cavab verməyəndə Xoşgədəm xanım, Baku TV, ARB TV, Xəzər TV, o birisi bu birisi mənə yaxın duranda, onlar yaxın durma. Hələ yazmışdım onlara, xahiş eləmişdim, minnət eləmişdim. Eləməyəndə, mən nə eləməliyəm? Mənim balamın soğuqdan kahvenin üstündən Xoşgədəm xanım götürdü. Mən kimə təşəkkür edirəm? Xoşgədəm xanımın ayağının altını öpmək lazımdır. O, mənim balamı kahvelidən o götürdü. Allah məni qınayanın başını gətirsin inşallah. Başını gəlsin, ondan sonra bilərsin mən nə çəkmişəm. Mən nə eləməliyəm ki? Yox, məni alladıb, mənə 94.000 pul yazdırıb, ev verib, maşini, alqaşın birinə qoşub bura. Sözümü deyəndə deyirsiniz ki, bu şeydir, nankördür. Mənə uşağımı kahvenin üstünə götürüb, istəyir gətirənə deyirsiniz ki, bu 72 il eləyir.
Hə, yaxşı, yaxşı. Sağ ol. Allah sevgin. Allaha sevgin olsaydı Allahla danışardın. Heç olmazsa getdin. Dinən ki, yaz ki, götü girən. Adamın ağzını açmayın da. Allah sevgisi. Allah altında hər pöpoku yiyirsiniz. Allah xoş gedən qalma canım sağlığı versin. Valla mən ona söz verirdim. Bəzilərini əsəbləşdirirsiniz, məni şey eləyirsiniz. Allah xoş gedən qalma can sağlığı versin. Allah onun balalarını saxlasın. Allah onun anasına, atasına rəhmət eləsin. Hara gedəndə deyir ki, yetim uşaqdır da, hep bir gün görməyib ha. Bu Hüseyin də əylənsin. Hüseyin qoy yesin restoranda içsin. Heç birinizin xəbəri yoxdur. Bəziləri şounu yaradır verilişlərində, amma heç birinizin xəbəri yoxdur. Qoşulan qam ora gələndən 90%-ni göndərib yeyib içməyə. Başkəndə getdim mən keçən də almağa mən nə deyirlər o çiğ köftə. Bir balacıq çiğ köftə 9 manat. Qoşulan qam o boyda stol açdırdı mən. Heç reklamsız. Bir dəfə görmüsünüz mənim başkənddə mənim reklam şey eləsin. Hüseyin otur orada ekşir, yemək yeyir. Ailəsini otur başına yığıb yemək yeyir. Yox, reklamsız atsın. Dedi elədi. Allah kömür. Mən ona təşəkkür eləməliyəm də. Allah onun balasını sağlasın deməliyəm də. Nə eləməliyəm ki? İndi qınayırlar. Bu belə. Heç bilmirəm. Toxunacının nə xəbəri var? Oturub vanların içində şey eləyir. Fikir bildirir. Yaxşı eləyəm. Yaltaq eləmalıyım. Qoy mən yaltaq olum. Qoy mən pis olum. Siz yaxşı olun. Siz özünüzə hörmət eləyin. Aycan Hüseyin buyur. Kişi mütrüfü. Mütrüf nədir ki? Ay qəmli gözlər. Mən başa düşmədim. Yaxşısa Allah sən başa pis şeydirsə nə bilim valla. Sən heç Allah o qəmli gözləri heç güldürməsin də. Yaxşı eləyir soyuq günəş, əcəb eləyir. Əcəb eləyir. Bəziləri kimi yalanla oyun qurub allatmır ki cəmaatı. Alo, hə yaralı sevgim, buyur. Sən hardasan? Batandartdayam mən, Batandartda. Oxuyuram. Niye de yok? Gəncəyə də salamlar, ürəyim mənim, xəyalə xanım. Allah bütün yaxşı insanları qorusun. Asiman geldi, şampunçik. Xeyr. Aleyküm assalam. Bəli, işləyirəm. Xoşadam xanım sayəsində. Ramal müəllimin sayəsində.
İşləyirəm. Allah can sağlığı versin. Elçin çox sağ ol. Tamam Roma, tamam. Allah yaxşı insanları qorusun. Allah kimdən istifadə edir? Allah özü bildiyi kimi eləsin. Kimi istifadə edir Allahdır. Allah inşallah özlərinin qarşısına çıxartsın. Allah'a bilsin, Allah'a həvalə edirəm. Mən başqa heç şey demirəm. Vəssalam, məni danışdırmayın. Bərdiyə də salamlar. Teşekkür ederim hediyeler için. Var olasın. Çok sağ olun. Hayır, barışmamışız. Şemkir'e de salamlar. Yaxşı eləyin Nara, yaxşı eləyirik, əcəb eləyirik. Oxu yazma, Allaha güvən. Mən mesaj direktlərə baxıram, bəziləri yazır, valla. Mən çoxlarının mesajlarını oxuya bilmirəm, üzülürsən. Ya oxuyuram, cavab vermirəm, çünki layiq deyil cavaba. Ona görə də lazım deyil, söz-söhbət. Ayşət başqa yerdə qalır, mən başqa yerdə qalıram. Uşağa yarı o baxır, yarı mən baxıram. Mən uşağımsız bir gün qala bilmərəm. Nə yolla olur olsun, ayrılsam belə, mən uşağımı kiməsə verən deyiləm. Ancaq o uşağı məndən ölüm ayıra bilər. Vəssalam.